Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası keçirilib. Yarmarkaya 140-dan artıq vakansiya çıxarılıb. Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Rasim Piriyev bildirib ki, iş axtaranların məşğulluğunun təmin edilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması və kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu istiqamətə gənclərlə yanaşı xüsusi ixtisas və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin də məşğulluğunun təmin olunması mühüm əhəmiyyət daşıyır. Əmək yarmarkaları məhz bu kateqoriyadan olan şəxslərin işlə təmin edilməsində önəmli məşğulluq tədbirlərindən biridir. Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir. Belə ki, bu dəfəki əmək yarmarkasında 20-dən artıq işə götürən tərəfindən 140-dan çox vakansiya Muxtar Respublikası sakinlərinə təqdim olunur. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri toplanaraq nəzərdən keçirilib və onların işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb. 3 vakansiya üzrədir, kassir, satıcı, bir də xadimə. Hal-hazırda 19 nəfər müraciət olunubdur. 7 nəfər vakansiya çıxartmışıq, 7 nəfər hal-hazırda yazılıbdır. Gələcəkdə də olursa, yenə də köməkli eləməyə çalışacağıq. Bir nəfər də istəyik təşkilatından çıxartılıbdır, odan da biz baxırıq, orada yazılıbdır. Orada da 3 nəfər yazılıbdır. Yarmarkada həmçinin işsiz və iş axtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları haqqında ətraflı məlumat verilib. İlkin sorğular aparılaraq onların ehtiyacları öyrənilib. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Arzu Sadiqov, NTV Xəbər.